Salam aleykum, hər vaxtınız xeyir millət, necəsiz, necədir vəziyyət? Deməli, bugün 25 may 2026-cı il, mənim yaxın bir dostum var. Belarusiyada olur, hal-hazırda biz də həmin bu məkandayıq. Ad günü qeyd eləyir, ailəsi ilə, tanışları ilə birgə və məni də dəvət eləyib bura. Hal-hazırda onun ad günü məclisinə biz gedirik. Deməli, Belarusun paytaxtı Minskdə Stiyanka adlanan bir göl ərazisi var, hansı ki insanların yığışıb istirahət etdiyi bir məkandır. Ora gedirik hal-hazırda və hal-hazırda getdiyim bu yolu, bu günümüzü ümumi olaraq sizlərə təqdim etmək istəyirəm. Elə isə getdik dalşı. Buraları izləmək məncə həqiqətən fərqli bir hisslər yaradacaq bəzilərinə. Çünki Azərbaycandan fərqli olaraq buralar tam fərqlidir. Hal-hazırda deməli qarşıdakı bu yolla biz gəldik. Yolumuz biraz meşəlikdən keçir. Qarşıda həmin o dediyimiz ərazi var, hansı ki bizə atılan konumla biz irəliyə doğru hərəkət edirik. İnanıram ki bugünkü günümüz çox ideal keçəcək. Belə. Sizlər isə davam eləyin izləməyə. Deyirəm, bura həqiqətən çox gözəldir axı. Təbiətin səsi, quşlar, sakit bir meşəlik, kimsənin olmadığı huzur verici bir yerlər. Davam eləyirik dalşı. Çox az bir yolumuz qalıb və priroda tam olaraq odu axı. Əslində hər kəs öncədən yığışıb burada, artıq bəlkə də başlayıblar. Sadəcə mən biraz işlə əlaqədar olaraq hər zamanki kimi gec qalmışam və artıq dediyimiz həmin o Stiyanka adlanan ərazidə göl kənarına çatmaq üzrəyik. Diqqət arxa kameraya. Günündən asılı olmayaraq insanların fərqli zamanlarda, fərqli yerlərdə öz istirahətlərinə dəyər verdiyi bir ölkələrdən biridir bura. Yəni videoda göründüyü kimi artıq siz canlı şahidi ola bilərsiniz bu şeylərin. Məsəl üçün burada ailədir, öz uşaqları ilə, tanışları ilə velosiped sürürlər, istirahət edirlər bu cür bestikalarda. Olduğumuz yer isə hər tərəfi, ümumiyyətlə 4 bir kruqun hər bir tərəfi meşəlik olan bir gölün ətrafıdır və buralarda yaşayış var təbii ki. Yəni belə bir yerlər. Biz isə davam eləyirik dalşı. Bu cür gözəl bir məkan. Həmən bu göldə çimmək üçün də nəzərdə tutulan yerlər var. Qarşı tərəfdə qumluq olan ərazilər və bizim proaktiv tərəfimizdə, hansı ki hal-hazırda biz görürük həmin bu ərazilər. Amma nədənsə
Çimen adamlar həqiqətən çox azdır. Deməli və biz davam edirik. Qarşıdakı görünən besitkalarda dostlarımızın toplaşdığı yerdir. Və gedək dalşı. Görək başımıza nə işlər gəlir. Və deməli həmin o dostumuzdur. Bunu da video qeydə alacağım. Salam aleykum. Салам алейкум. Necəsən? Как дела? Все хорошо, отлично, Тебя, супер. короче, поздравляю. Давай так будем Да, снимать. давай. Спасибо, Желаю брат. тебе всего самого хорошего, самого лучшего, чтобы в жизни не было у тебя никогда никаких проблем. И как ты мечтаешь, то же самое в жизни. Спасибо, брат. Семья Спасибо. счастливая, здоровья. Спасибо, дорогой. Тебе. Спасибо тебе. Ну чё, Огромное. как дела? Нормально все? Все хорошо, И прекрасно. ты позвал меня в такое красивое место, это просто круто. Это просто создание, не знаю, природы такой божественной. Ну да, кайфово, Да. честно. Еще раз поздравляю. Спасибо. Короче, Спасибо, мы идем что- дальше. И мы тут сделаем шашлыки и бастурма туркменский, да? Батурма. Да. Будет сегодня просто кайфовый день. Поздравляю еще раз тебя. Спасибо, брат. Siz isə bizi izləməkdə qalın. Düzdür, son vaxtlar biraz düzəməlli vaxtımız yoxdur. Amma yaxın vaxtlarda çox gözəl və maraqlı videolar gələcək və gözəl videolarla qarşınızda olacağıq. Xoş izləmələr hər bir kəsə. Kanalımıza abunə olub bizlərə dəstək olmağı unutmayın. Deməli, bizim əsas dincələcəyimiz məkan burası olacaq. Yəni həqiqətən çox ideal bir yerdir. Belarusda ümumiyyətlə belə bir yerlər hədsiz çoxdur. Bu da həmin o gözəl yerlərdən biri. Ой-ой-ой-ой. Просто тихо. И kayf. Buralıqdakı məncə çəkməyə dəyər. Prosta sakitçilik. Prosta adamın ruhu dincəlir. Deməli, videoda göründüyü kimi sizlərə artıq bəlli oldu bura yığışma səbəbimizi. Bizi qonaq dəvətləmişlər. Bir yaxın türkmen dostum var. Onun ad gününə gəldik. Sadəcə orada ailə ilə olduğu üçün bütün videoları mən paylaşa bilmirəm. Və son görüntülərlə sizlərlə sağollaşırıq. Özünüzdən müğayət olun. Gələn videolara dək sağ olun.